Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim. Qışa hazırlıq tədarükümüz davam edir. Əzilmədən, kəhrəba rəngində acı biber turşusunu əgər siz də bu cür hazırlasanız, bir neçə il müddətində saxlaya bilərsiniz. Əgər hazırlamamışsınızsa, gəlin birlikdə hazırlayaq. Dəyərli izləyicilərim, əgər siz də bu üsulla hazırlasanız, rəngi sapsarı və xarab olmayan 3 il 4 il müddətində saxlaya bilərsiniz. Bunun üçün mən 5 kiloqram biberi təmiz yudum. Biberlərin saplağından kəsib, 2 yerdən çərtib və bir də uc hissəsindən çərtib, ləyənlərə 5 kiloqram biberi yığdım. Hamısını bu cür hazırladım. Beş litr suyun içərisinə 10 dolu xörək qaşığı turşu duzunu əlavə edib qarışdırdım. Əriyəndən sonra biberlərin üzərinə tökdüm. Üzərinə bir qapaq qoyub qazanın içərisində su, yəni ağırlığı olsun deyə 12 saat saxladım. Mən göyərti olaraq cəfəri göyərtisini istifadə etdim. Balonlara cəfəri, sarımsaq, yumru istiot, dəfnə yarpağı əlavə edib biberlərin hamısını bankalara yerləşdirdim. Üzərinə bir xörək qaşığı dolu şəkər tozu, bir dolu xörək qaşığı duz, turşu duzu, bir armud stəkanında üzüm sirkəsi əlavə etdim. Eyni usulla balonlara yenə cəfəri, yumru istiot, dəfnə yarpağı, sarımsaq əlavə edib biberləri yığdım hamısını. Üzərinə də bir dolu xörək qaşığı şəkər tozu, bir dolu xörək qaşığı turşu duzu, bir armud stəkanında üzüm sirkəsi əlavə edib həmən öz saxladığım suyunu da üzərinə tökdüm. Biberləri saxladığımız özünün duzlu suyunu da əlavə edib balonları 4 gün sərin yerdə, qaranlıq bir yerdə saxlayıb 4 gündən sonra biberlər hazır oldu. Allaha əmanət olun. Göz haqqınızı halal edin. Allah hər kəsin ruzisini bol bərəkətli eləsin.